Həvarilərin işləri. 5-ci fəsil. Xananiya və Sapfira. Xananiya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. O, pulun bir hissəsini özünə götürüb, qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. Peter ona dedi, Xananiya, niyə ürəyinə şeytanı buraxıb, müqəddəs ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın. Xananiya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. Gənclər gəlib Xananiyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn elədilər. Bundan təxminən 3 saat sonra Xananiyanın arvadı içəri daxil oldu. Onun olub keçənlərdən heç bir xəbəri yox idi. Peter ondan soruşdu. Mənə söylə, torpağı bu qiymətə mi satdınız? Qadın cavab verdi. Bəli, o qiymətə. Peter ona dedi. Niyə əlbir olub Rəbbin ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn eləyənlərin ayaq səsləri qapı ağzındadır. İndi də səni aparmağa gəlirlər. Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn elədilər. Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü. Həvarilər çox adama şəfa verdi. Həvarilər vasitəsilə xalq arasında çoxlu əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı. Onlar xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət eləmirdi. Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə, heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə, xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı. Həvarilər təqib olunur. Bu, baş kahini və yanındakıların hamısını, yəni Sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi. Çünki qısqanclıqları aşıb daşırdı. Ona görə də həvariləri tutub ümumi zindana atdılar. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı. Onları bayıra çıxarıb dedi. Gedin, məbəddə durun və cəmaata yeni həyatla bağlı sözlərin hamısını deyin. Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı, İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər. Gördük ki, zindan bağlıdır. Tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik. Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər bu işin sonu necə qutaracaq deyə çaşıb qaldılar. Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi. Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb cəmaata təlim öyrədir. Bu vaxt əskərlərin başçısı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq eləməsindən qorxduqları üçün güc tətbiq eləmədilər. Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu. Bu adla təlim öyrətməyi sizə qəti qadağan eləmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz. Peter və başqa həvarilər belə cavab verdi. İnsana deyil, Allaha itayət eləmək daha vacibdir. Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsa'nı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah onu bani və xilaskar olaraq öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik. Allahın özünə itayət eləyənlərə verdiyi müqəddəs ruh da şahiddir. Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. Lakin bütün xalqın hörmətini qazanmış qanun müəllimi olan Qamliyel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr elədi ki,
bu adamları qısa müddətə bayıra çıxarsınlar. O, Ali Şuranın üzvlərinə belə dedi: Ey İsraillilər, bu insanlara neynəyəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən 400 nəfər qoşuldu. Lakin bu kişi öldürüldü. Bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. Sonra siyahıyalma zamanı Qalileyalı Yahuda ortaya çıxdı və cəmaatı ardınca apardı. O da öldü və tərəfdarların hamısı darmadağın edildi. İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa məhv olub gedəcək. Yox, əgər Allahdandırsa, bu adamların işini məhv eləyə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə düşə bilərsiniz. Onlar Qamliyelin sözünə baxdılar. Həvariləri içəri çağırıb qamçılatdılar və əmr elədilər ki, İsa'nın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad elədilər. Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar. Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsa'nın Məsih olması barədə müjdəni yaymaqdan əl çəkmədilər.